Salam uşaqlar. Deməli, elektrik sahəsi mövzusuna aid başqa bir sual izahı ilə tanış olaq. Deməli, sual 2026 Güvən Test Bankında yer alan bir sualdır. Sualda bizə deyir ki, uşaqlar, mənfi Q nöqtəvi yükünün 1, 2 və 3 nöqtələrində elektrik sahəsinin potensiallarını və intensivliklərinin modullarını müqayisə edin. Deməli, uşaqlar, ilk öncə gəlin intensivlikləri müqayisə edək. Biz bilirik ki, intensivlik Y bərabərdir. K vurulsun, modulda Q0 bölünsün R kvadratına bərabərdir. Fikir verirsinizsə uşaqlar, burada yük moduldadır. Yəni, bizə verilən buradakı yükün mənfi və ya müsbət olmağının intensivlik üçün heç bir fərqi yoxdur. Çünki düsturda yük moduldadır. Əsas məsələ, baxırıq ki, burada intensivlik məsafə ilə tərs kvadratik şəkildə asılıdır. Yəni, yükə yaxın olan nöqtənin intensivliyi böyük olacaq. Fikir verin, bir nöqtəsi yükə daha yaxındır. Yəni, yüklə nöqtə arasındakı məsafə daha kiçikdir. Məsafə kiçik olanda intensivlik böyük olur. Onda biz intensivlikləri müqayisə edəndə deyə bilərik ki, bir nöqtəsinin intensivliyi böyükdür 2-dən, o da böyükdür 3-dən. Amma uşaqlar, potensialda diqqətli oluruq. Çünki potensialın düsturu fi bərabərdir. K vurulsun, Q0 bölünsün R'dir. Artıq burada yük modulda deyil. Modulda olmadığına görə buradakı yükün mənfi olmağı bizim cavabımıza təsir edəcəkdir. Əslində potensial məsafə ilə tərs asılıdır. Amma burada yük mənfi olduğuna görə qarşıya bir dənə mənfi atırıq. Fi R ilə tərs asılıdır. Qarşıdakı mənfiyə görə potensial məsafə ilə düz asılı olacaq. Yəni, yükdən daha uzaqda olanın potensialı da böyük olacaq. Yükdən daha böyük uzaqlıqda olan 3 nöqtəsidir. Ona görə deyə bilərik ki, 3 nöqtəsinin potensialı böyükdür 2-dən, o da böyükdür 1-dən. Doğru cavabımız deməli 1 böyükdür, 2 böyükdür, 3 intensivliklər. Deməli, 3 də böyükdür potensial 2-dən, o da böyükdür 1-dən. Doğru cavabımız uşaqlar D variantı olacaq. Amma burada yük müsbət olsaydı, potensial da elə intensivlik kimi müqayisə olunacaqdı uşaqlar. Ümidvaram ki, sizlər üçün öyrədici bir sual olmuş olar. Daha da fərqli suallarla inşallah qarşınızda olacağım. İmtahana qədər düşünürəm ki, bu cür hər mövzudan fərqli sualların izahları sizlər üçün əhəmiyyətli olar. Belə şahidlər növbəti video izahlarda görüşənə qədər özünüzə yaxşı baxın, sağ olun, sağlıqla qalın.